maddi varlıq məsələsi əfsanələrə aiddir. Nağıllarda maddi varlıq kimi mövcud olmur. Ona görə siz burada axtarırsınız İlyası. Pardon. Ancaq İlyası axtarırsınız. Qanlı daş əfsanədir, su həsrəti əfsanədir. Bir baxın, A, 1-ə A, 2-yə B, ondan sonra başını buraxdıq. E-nin də üstündən xət çəkirsiniz, A-nın da B-nin də üstündən xət çəkirsiniz. Baxırıq C-yə. C-yə 1-ə C İlyası qoyub, 2-yə də Ə qoyub. Ölkənin gözəl qızı şahla vəzirə verdiyi sualların hamısını İlyasa da verir. Şahla vəzirə verdiyi sualların, şahla vəzirə özü sualı o verməmişdi, qulluqçusu göndərmişdi o heç. Bir dənə sual vermişdi də. İlyasa amma orada nar məsələsi var. Müəllimlər bilirsiniz də, yəni orada İlyasa çox suallar verildi orada. Birdən artıq verildi. Ona görə bu getdi, yanlışdır. Sonra 1-ə C, 2-yə C, İlyası qoyduq yenə. C-də də deyir ki, çörəkçi ailəsi öz övladlarını təmənnasız dəyişdirməmişdilər bu tarixdə. Yəni nəsə maraqları var idi, onlar pul nəsə vermişdilər. Həm də sualı heç onun özü də vermir axı. Bəli, qulluqçu gətirir də, bəli. Bəli, ona da əsaslanacaq. Yəni o ortadakı cümlə sizi çaşdırır. Əsasən bu ortadakı cümləyə diqqət edin klasterlərdə.